Məşhur reper Elşad Xose həbs olunub. Bugün TV Biqaz saytına istisnadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazimoğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. Buna səbəb Elşad Xosenin Yasamal rayonu Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub. Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib. Hüsniyyə Salmanova, Samir Əliyev, Bugün TV.